bundan qabaq xüsusi reqlamentlər vardı, qadağalar vardı. Mən inanıram ki, həmin vaxt onlar olmasaydı, daha çox sərbəstlik olsaydı, bəlkə də tam başqa cür ola bilərdi. Mən indiki gənc aparıcıları geyimə görə çox elə qınamıram. Əlbəttə ki, bu televiziya rəhbərliyindən asılı bir şey və bir də özlərindən asılı bir şeydir. Amma bir şey var ki, danışığa görə bəli qınayıram. Çünki danışıq, tələffüz, fikir bitkinliyi olmalıdır. Yəni savadsız aparıcılara yol verilməməlidir. Və bunu qınayıram. Amma geyimlə əlaqədar bu hər televiziyanın öz rəhbərliyinə aid ola biləcək bir şeydir. İcazə məsələsi var. Buna görə də mənə elə gəlir ki, bunu biz deyil, televiziya rəhbərləri nəzarət eləməlidir və eyni zamanda danışığa da televiziya rəhbərliyi nəzarət eləməlidir. Savadsız aparıcılar, onlar ümumiyyətlə televiziyaya yaxın buraxılmamalıdır.